Bax, Qorxmaz bəyin bugün oğlu ilə münasibətiniz çox Dostam. gözəldir. Dostam onunla. Amma atası ilə danışmır. Nə olsun, indi oğlu ilə dostam da. Qorxmaz müəllimin özü ilə münasibət yoxdur, amma oğlu ilə dostdur. O da məni çox istəyir, mən də onu çox istəyirəm, amma oğlu ilə dostam. Oğlunla Qorxmaz bəy də sizi çox istəyir, siz də o da onu. məni çox istəyir, mən də onu çox istəyirəm. Amma Qorxmaz Əlinin oğlu var, aktyor, gənc aktyordur, Məmməd Əlili. Bəli. Atasının adını qoyublar, Allah rəhmət eləsin. Amin. Və velikolepn aktyordur maşallah. Gənc olmasına baxmayaraq. Bəli. Maşallah. Baxsa o bax, da rol oynayır. O aktyorumuzun Əli qardaşın doğum günü olsa, siz dəvət etsə gedəcəksiniz mi? Niyə getmirəm? Bəs atası orada olsa gedib görüşəcəksiniz mi? Uşaq çağırıbsa məni, mən niyə getməməliyəm Bəs ki ora? görsəniz Qorxmaz bəy. Görəcəm, gəlib yaxınlaşacağam, salamlaşacağam, salam alar. Alacaqmı? Alar, almaz Allah canı Heç vaxt qarşılaşmamısınız ondan sonra. Niyə görüşmüşük orada burada məclisdə uzaqdan uzağa? Salamlaşmısınız? Yox, uzaqdan uzağa görüşmüşük. Uzaqdan belə. O da belə eləyib mi? Yox, uzaqdan uzağa görmüşük bir-birini. Hə, görmüsünüz. Amma ən son zəbə belə əllə görüşdüyünüz var. Yox. Çoxdan. Cavab verdiyinizə görə də təşəkkür edirəm.